Kanalımı izleyen herkese salam. Kanalıma hoş geldiniz. Bu günləri sizlərlə Alize Velluto ipi ilə və belə bir dabanlıqla corabın toxunmasını bölüşəcəm. Ayaqaltı da deyirlər, patik də deyirlər. Yəni siz necə istəyirsiniz elə deyə bilərsiniz. 37-38 razmer toxuyacağım qızlar. Bunun üçün ipimi açıram. Belə yumuşaq. Aldıqda çalışın, Alize Velluto alın. Səhv etdikdə, söktükdə belə heç bir şey olmur. Çox möhtəşəm bir ipdir. İndi isə keçək. Tabanları da bu şəkildə göstərim. İçləri belə keçədir. Alt hissəsi isə kojudur. Yəni dəridir. Baxın, yaxından göstərim. Belə. Tabanın bir tane əlimə alıram və burada tam ortadakı 4 ədədə 3 dənə sıx iğnə toxuyacaq. Qalan bütün deməli boşluqların hər birinə 2 ədəd sıx iğnə toxuyacaq. Öncə öndəki 4 sıx iğnəni ayırırsınız. Baxın, tam orta nöqtəyə düşəcək 4 sıx iğnə. Yəni 4 boşluq. Onları öncə milçə vasitəsilə bu şəkildə biraz genişlətin ki, toxuyanda sizə daha rahat olsun və milçə nömrəm 3 nömrəli milçədən istifadə edirəm. Siz istəsəz 4 nömrədən də istifadə edə bilərsiniz. Ancaq 3 nömrəyə daha rahatdır toxumaq üçün. Bu şəkildə. Bu 4 boşluğa 3 ədəd, sonda hərəsinə 3 sıx iğnə toxuyacağım. İndi isə keçək toxumağa başlayaq. Buradan başlayacağım qızlar. Bu 4 dənə boşluğu sonda toxuyacağım. Bu hissədən baxın, belə də göstərim. Ön hissədən başlayırıq. Bu şəkildə davam edəcəyik toxumağa. İpimi alıram. İpimi elimə atıram belə. Və dabanın dəri olan tərəfi sizə baxsın. Keçəli tərəfi isə içdə qalacaq üzüdür. Dəri olan üzü sizə baxır və ilməni alıb oradan çıxırsınız. İlk sıra biraz çətinlik yaşada bilər, amma ondan sonra daha rahat davam edə bilirik. Aha, ilməmizi keçirdik, bir zəncir çəkirik. Həmin ilməni möhkəmlətdiyim yerə batıram. Bu qısa ipi də əlimin altında bu şəkildə saxlayıram, gizlədirəm. Batdım. İpimi aldım. Çıxdım. Sıx iğnəmi toxudum. Bu bir. Eyni yerə yenidən batıram. Yenə deyirəm, ilk sırada çətinliklər ola bilər, amma bundan sonraki sıralar daha rahat davam edir. İkinci sıx iğnəmi toxudum. Keçirəm növbəti boşluğa batıram. Çalışın hər iki tərəfdən düzgün bir şəkildə batıb çıxasınız. Yenə bu ipimi əlimə alıb burada saxlayıram, qısa ipimi. Bir sıx iğnə. Yenidən eyni yerə batıram. 2. Sıradakı boşluğa batıram. 1 və eyni yerə 2. Videonu uzatmaq istəmirəm. Bu şəkildə sona qədər hər dəliyin içərisinə 2 sıx iğnə toxuyursunuz. Eynən dabanda da 2 sıx iğnə toxuyaraq ön hissəyə gəlirsiniz. Öndəki bu 4 dənə dəliyin içərisinə 3-3 sıx iğnələr toxuyacaq. Bura qədər davam edək. Sıranın sonuna kimi gəldim qızlar. Sonunda burada biz 4 dənəni yadımıza saxlamışdıq ki, bu 4 dənəyi 3 ədəd toxuyacaq. Mən toxudum və söktüm ki, sizinlə birlikdə toxuyum. Səhvən sıranın sonuna kimi gəlmişdim və bu dördlünü söktüm. Sizinlə birlikdə toxuyaq ki, daha dəqiq alınsın, daha dəqiq toxuya biləsiniz. Aha, hərəsinə 2-2 sıx iğnələrimizi toxuduq. Bu şəkildə göstərim və bu 4, son 4 dəliyimin içərisinə hərəsinə 3 ədəd sıx iğnə toxuyuram. 1, eyni yerə 2 və yenidən eyni yerə batıram. 3. Digər sıx iğnəmə də 3 ədəd toxuyuram. 1 sıx iğnə, 2 sıx iğnə və 3 sıx iğnə.
Bir sonraki 2 sıx iğnəmə də 3 sıx iğnələr toxuyaq. Sıramın sonuna gəldim və burada ilk toxuduğumuz sıx iğnə var. Həmin sıx iğnənin tam başına bataraq düzgün bir şəkildə batırsınız və sürüşdürmə ilə bağlayırsınız. Bir zəncir çəkirəm. Növbəti sırada bir sıra, hərəsinə bir ədəd. Hər sıx iğnəmə bir sıx iğnə olaraq, sıx iğnə yox, yalançı trabzan olaraq davam edəcəyik. Milçəmizin üzərinə ipi alırıq, tam dibinə. Baxın, bu nöqtəyə batıram tam olaraq. İlk yalançı trabzanımı toxuyuram. İpimi doladım. Bir sonraki sıx iğnəmə toxuyuram. Burada artıq heç bir artırma işləmi yoxdur. Yəni hər sıx iğnənin başına bir ədəd yalançı trabzan toxuyursunuz. Hər dəfə milçənin başına ipi alırsınız. Bir sonraki sıx iğnəyə bir yalançı trabzan. Heç bir yerə qəti şəkildə ya 2 dəfə ya 3 dəfə toxunmursunuz. Bu şəkildə sıranın sonuna qədər, baxın, buradan da düz dönürsünüz ta ki buranı da. Yəni bura çatana qədər, birləşdirmə yerinə çatana qədər hərəsinə bir yalançı trabzan toxuyaq. Sıranın sonuna gəldim. Bu şəkildə hər tərəfini bir yalançı trabzanla toxuyub bitirdim və ilk toxuduğum yalançı trabzanın başına bataraq birləşdirirəm. Bir zəncir çəkib bu ipi kəsirəm. Sıramız bitdi. Artıq yalnız ön tərəflə davam edib toxuyacağıq. Bu şəkildə sıram bitmiş oldu. İndi isə keçək üst sıranı toxumağa. Bu hissədən başlayırıq. Bunun üçün yenə corabımızın dəri olan tərəfi bizə tərəf olacaq və ortada, daban hissə deyil, ön hissədə tam ortadakı sıx iğnəni tapırıq. Tam ortadakı sıx iğnəni. İndi isə buradan bu yana 9 ədəd sayırıq. Bu sıx iğnə deyil, onun yanındakı sıx iğnədən başlayıram. Bu şəkildə. 9 sıx iğnə sayıram. 1. Bu hissəni yenidən izah edeyim. Saymamışdan öncə tam orta sıx iğnəni tapırıq. Orta sıx iğnədən bir öncəki, deməli, sıx iğnə deyil, daha doğrusu yalançı trabzandan bir öndəkindən başlayıram, sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Milçəmi 9-cu ilməyə keçirdirəm buradan. Bir daha sayaq. Tam orta nöqtədən, baxın, tam orta nöqtəm budur. Onun yanındakı ilmədən başlayıb sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 9-cuya milçəmi keçirim və buradan başlayacaq toxumağa. İpimə ilmə atdım. Buradan bu yana 9 ədəd saymışdıq. Milçəmi də qoymuşdum orada və həmin yerdən ipimi alıram. İlməmi biraz balacalaşdırıram və çıxıram. Bir zəncir çəkirəm. Burada milçənin üzərinə ipi doladıqda bu şəkildə deyil, bu şəkildə dolayacaqsınız. Doladığınız ipi tutacaqsınız. 1, 2 atlayıb 3-cüyə batırsınız. Batıb ip alıb çıxırıq. Bu şəkildə bir yalançı trabzan toxumuş oldum. Yenə ipimi bu şəkildə dolayıram və doladığım ipi tuturam. Yenidən həmin nöqtəyə batıram. Batıb ipimi alıb çıxdım. Bu şəkildə ipimi bu şəkildə dolayıram, doladığım ipi tuturam. Arada bir atlayıb bir sonraki yerə batıram. 1, yenidən birinə dolayıram, təzədən həmin yerə birində toxuyuram. İlməmi tərsdən alıram, bir atlayıram, bir sonraki ilməmə batıb, 1, eyni yerə, 2. Bir atlayıram, bir sonrakına yenə də, 1, eyni yerə 2. Bu ilməni alanda biraz qaldırın ki, daha gözəl olsun.
Yenidən doladım. Bir atlayıram bir sonrakına. 1, eyni yerə 2. 1, 2, 3, 4, 5. Bir ikili daha toxuyuram. Yenə doladım. Bir atlayıram bir sonrakına. Batıram. Eyni şəkildə. 1, eyni yerə ikincisi. Bu ikililərimiz toplam 6 ədəd oldu. Bu şəkildə bir daha yaxından sayım sizinlə birgə. 1, 2, 3, 4, 5 və 6. İndi bu ipləri sonda kesəcəyik. Bir atlayıb, belə göstərim. Arada bir atlayıb bir sonrakına bir sıx iğnə toxuyuram. Bir atlayıb bir sonrakına sürüşdürmə edirəm. Zəncir çəkmədən ilməmizi bu şəkildə genişlətirik və bu hissəni tam olaraq yenidən göstərim. Baxın, ilməni genişlətdikdən sonra bu şəkildə ipimi çıxarıram və düyünləyirəm. Sıraya hər dəfə bu tərəfdən başladığımız üçün, yəni sağ tərəfdən başlayacağımız üçün düzgün bir toxunuş olsun deyə bu şəkildə yenidən bu yana geri dönürəm. Geri dönmə işləmi. Bu ipi bu hissədə artıq bu qalan ipi kesin burada. Bu ipi bu şəkildə gətirdim bu yana. Baxın, bu şəkildə. Bu qısa ipi də biraz gizlədəndən sonra kesəcəm. Buradan sayaq. Batdığımız yeri saymırıq. Ondan sonra 1, 2, 3-cüyə milçəmi batırıram. İpi alıb çıxıram. Bu ipi burada biraz boş saxlayıram. Arada gizlədə-gizlədə digər tərəfə doğru gedəcəyik. Aha, indi isə keçək digər tərəfə doğru getməyə. İpimizi öncə ayarlayıram. Bu sıxlıq yaxşıdır. Daha boş saxlamayın və yaxud daha da sıxmayın. Bu hissə normal, üzərinə otursun, yetərlidir. Burada bir zəncir çəkirəm bu işləmi etdikdən sonra. Və digər tərəfə doğru yenə toxumağa davam edirəm. Yenə biraz ipimizi boşaldaq. Yenə bu şəkildə götürürəm ipi. İlk toxuduğumuz burada aralıq var. İlməmizi möhkəmlədib ilk deməli 2 yalancı trabzanı toxumuşduq. Həmin aralıq var burada. Ora batacam. Daha dəqiq göstərim. Bu hissəyə batıb ipimi alıb çıxdım. Bu ilməni biraz daha kip götürün. Böyük olmasın. Doladım. Həmin boşluğa batıram. Bu ip də arada gizlənəcək şəkildə əlinizdə tutursunuz. İpi alıb qalxdım yuxarı. İlk yalancı trabzanım. Yenə eyni şəkildə yenidən eyni yerə birində toxuyuram. Bu 2. İlməmi doladım. Bir sonraki boşluğa baxın. Başlarına deyil, bu boşluqlara. 2 yalancı trabzanlar toxumuşduq. Onların arasındakı boşluğa. Keçirəm digər boşluğa. İpimi alıb çıxdım. 1, eyni yerə 2. Bu arada saxladığımız ipi əlinizdə saxlayın. Trabzanlarımızın üzərindəki arada gizlənsin. Yenidən aldım ipi. 1, eyni şəkildə 2. Doladım. Yenidən. 1, 2. Bir, eyni yerə 2. Baxın, tam olaraq aralardakı boşluqlara bataraq toxuyuram. Birinci sırada bizdə 6 ədəd oldu. Bunlar 1, 2, 3, 4, 5 və 6. İkinci sırada 7 ədəd. Hər sırada 1 artacaq. 1, 2, 3, 4, 5, 6 və sonuncu bu aralığa batıram. Sıx iğnə ilə deməli trabzanlarımızın arasına batıb ikisini daha toxuyuram. Toplam bu arada oldu 7 ədəd. Yəni 7 ikili yalancı trabzanlarımız. Sonda burada baxın,
Son olarak bura batmışdım, sürüştürme etmişdim ve bağlamışdım ipimi. Onun tam yanındakine batıram, bir sık iğne toxuyuram. Bir atlayıram, bir sonrakına sürüştürme ilə keçid edirəm və yenə ilməmi genişlədirəm. Yenidən ipimi bu tərəfə doğru keçirəm. Bəzən sözləri səhv deyirəm, üzürlü sayın. Dilim dolaşır. Aha, bu şəkildə yenə gəldik. Yenə bunu rahat bir şəkildə saxlayıram. Belə sıx da etmirəm. Ya belə çox boş da etmirəm. Normal saxlayıram. Və burada batdığımız yer xaric 1, 2, 3-cüyə batıram yenidən. İpimi alıb çıxıram. Alıb çıxdıqdan sonra buranı ayarlayın. Biraz balacalaşdıraq buranı. Çox boşdur. Və buradaki zənciri sıx çəkin. Bu çox önəmlidir. Bu zənciri sıx çəkin. Bir zəncir çəkdim. Bu şəkildə baxıram. İpim də yaxşıdır. Yəni ya sıx deyil, ya boş deyil, normal. Aha, davam edək. İpimi bu şəkildə doluyuram. Yenə də burada ilk toxuduğumuz aralıq var, boşluq var. Ora batıb alıb çıxdım. Yenə ipimi tərsdən alıram, batdım, aldım, çıxdım. İpimi tərsdən alıram, bir sonraki ikilimin arasına batıram. Bir, doladım, yenidən. 2. Doladım, bir sonraki ikilinin arasına batıram. 1, 2. Baxın bu şəkildə yalnız aralara. Bu aralara batırıq. Doladım. Bir sonraki araya. 1, 2. Çalışın sıx toxumayın. İlmələri yaxşı qaldırın. Bu sırada artıq bunlar 8-ə də dolacaq. Yəni ikili toplarımız 8-ə də dolacaq. Sonuncu ikilimi də toxuyuram. Son aralığa. Gəlin birlikdə sayaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Hər sırada bir dənə artacaq. Yenə qızlar, burada batdığımız yerə deyil, tam onun yanındakına bir sıx iğnə edirəm. Bir atlayıb bir sonrakına sürüşdürmə edirəm. Yenə ilmə atmadan, yəni zəncir çəkmədən genişlədirəm. Bu şəkildə düyünləyirəm. Yenidən keçirik digər tərəfə. Bir sıra daha göstərəcəm. Bundan sonrasını inşallah ki, yəni eyni şəkildə davam edir. Yalnız kənarlarda bu hissələrdə bildiz artıq, yəni hər sırada eyni gedəcək. Aralıqlar isə hər sırada bir dənə artım olacaq. Yenə ipimi bu şəkildə götürürəm. Bir atlayıb, bir, iki atlayıb daha doğrusu üçüncüyə batırıram. İpimi aldım və çıxdım. Bu aranı biraz boşaldaq. Bu şəkildə ip daha rahat olsun. Burada bir zəncir çəkirəm, sıx bir zəncir. Yenidən ipimi aldım və tam bu aralıqdan başlayıram toxumağa. 1. Baxın, burada ilməm biraz iri oldu deyə böyük görsəndi. Gəlin ilməmizi öncə sıxaq. Çox diqqətli olun belə şeylərdə. Bir zəncir çəkək. Aha, batdım, ipi alıb çıxdım. 1. Üzürlü sayın səhv etdim. Doladım, batdım, ipimi alıb çıxdım. Yalancı trabzanımı etdim. Yenidən doladım. Yenidən batdım. Yeni yerə 2 ədəd toxumuş oldum. Yenə bir sonrakına eyni şəkildə. Bu şəkildə davam edir. Bura qədər gəlirsiniz. Bu sırada artıq 9 dənə oldu. Yenə son batdığım nöqtə budur. Diqqətli oluruq. Onun yanındakına batıb bir sıx iğnə edirəm.
Arada bir atlayıb bir sonrakına sürüşdürmə edirəm. Bu hər səfər belə olacaq. Sürüşdürməmi etdim. Yenidən ilməmi genişlədib bu şəkildə çıxıram və sıxıram. Yenə ipi digər tərəfə doğru atıram. Bu tərəfdən də qızlar sağ tərəfdən 1, 2, 3-cüyə batırıq hər dəfə. 1, 2, 3. Batıb ipi alıb çıxıram. Yenə bu ipimi biraz boş saxlayıram, yəni sıxmırıq bu şəkildə. Burada sıx bir zəncir çəkirəm. Belə. Yenə davam edək toxumağa. İpimizi aldıq. Boşluqdan başlayıram. Baxın buradakı boşluqdan. 1, yenidən 2. Bir sonraki aralığa batıram. Bu sırada 10 ədəd olacaq ikilimiz. İkili qızlar bunlara deyirəm. Bu altdaki ipi yadınızdan çıxarmayın. Baxın altdaki ipi onunla birlikdə tutanda toxuma ilə arada burada gizlənib qalır. 1, yenidən 2. 1 və 2. Sona çatdım. Tam yanındakına bir sıx iğnə. Bir atlayıb bir sonrakına bir sürüşdürmə edirəm. Deməli, mən indi özüm davam edəcəm, siz də özünüz davam edəcəksiniz. Hər tərəfdə eyni şəkildə, düz bir şəkildə davam etsəz problem olan deyil. Demək, neçə sıra etmişəm? 1, 2, 3, 4, 5. 5 sıra etmişəm. İndi yenə davam edəcəm. İstədiyim bu ön hissəni nə qədər uzunluqda istəyirəmsə, o qədər örtəcəm. Siz də neçə sıra istəyirsinizsə davam edin. Yəni o sizə qalmış bir şeydir. Bəziləri istəyər belə saxlayar, yəni 1-2 sırada gedib bu şəkildə saxlaya bilər ön hissəni və istəyənlər biraz daha çox edərlər, yəni ön hissəni daha çox bağlayacaq şəkildə edə bilərlər. Davam edək. Hələlik 5 sıra toxumuşam. Bundan sonra neçə sıra toxuduğumu toxuduqdan sonra deyəcəm. Gəldim bu hissəni bitirdim və gəlin birlikdə sayaq. Toplam. Buradan sayaq qızlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 sıra mən ön hissəni toxudum. Yəni naxışlı sıramız 9 sıra oldu və buradan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14. 14 dənə də bu sıx iğnələrimiz oldu cüt-cüt. İndi isə nə edirik? Hər dəfə nə edirdik burada? Deməli, son ilk batdığımız yerə, onun yanındakı yerə batıb bir sıx iğnə toxuyuram. Və artıq geri dönüş olmayacağı üçün, bu hissəni tam bitirdiyim üçün buradan sıx iğnə sırası gedəcəm. Hərəsinin başına baxın bu şəkildə bir sıx iğnə. Burada ipim qurtardı, yeni ipə keçid edirəm. Bunun üçün iki ipimi bir-birinə bağlayacağım. Belə. Sıx iğnələrimizi toxuyuruq.
Növbə ilə hərəsinə bir ədəd sıx iynə toxuyaraq ön hissəyə qədər gedək, davam edək. Baxın, bu şəkildə toxuya-toxuya gəlirik. Baxın belə. Toxuya-toxuya bura qədər gələk. Başqa heç bir işlem yoxdur, artırma işləmi yoxdur. Yalnız hərəsinə bir ədəd sıx iynə toxuyacağam. Düyünlədiyim ipləri də bu şəkildə arada gizlədirəm. Əlimlə tuturam. Toxuyan qədər onlar toxunuşun arasında gizlənir. Bu şəkildə gəldim. Sıx iynə sıramı toxudum. Ön hissəyə gəlmişəm və burada boşluğa batıram. Bu boşluğa batıb sürüşdürmə edirəm. Bir sırada sürüşdürmə edəcəyik. Yəni daha səliqəli forma vermək üçün bir sonraki boşluğa batıram. Yalnız bu arada boşluqlara batacaq. Bir sonraki boşluğa battım. Bura biraz geniş tutun bu hissəni edəndə. Deməli, corabın bu hissəsi daralıb qalmasın. Ayağa rahat getsin deyə. İlməmi genişlətdim. Bu şəkildə sürüşdürmə edirəm. Bir sonraki, yenə ilməni biraz genişlədirəm. Bir sonraki araya batıb sürüşdürmə edirəm. Hər dəfə ilmənizi biraz genişlədin. Boşluqlara bataraq toxuyuruq. Yalnız ön hissədə sürüşdürmələri biraz boş şəkildə edin. Sonuncu boşluğa da batıb sürüşdürməmi etdim. Və bundan sonra artıq ilmənizi boş yox, daha kip şəkildə saxlayın və sürüşdürmələrinizi edərək davam edin. Hər sıx iynəyə batıb bir sürüşdürmə edəcəksiniz. Buradan toxuduğunuz sıx iynələrin başlarına sürüşdürmə edərək bura qədər davam edirsiniz. Sıramın sonuna gəldim. Son sürüşdürməmi də etdim və ipimi kəsirəm. Zəncir çəkmədən ilməni qaldırıram. Və burada ilk sürüşdürmə etmişdim. Ora batıb ilməmi, ipimi daha doğrusu oradan içəri doğru dartıram. Və corabımın içinə tərəf bir neçə yerdən gizlətmə edirəm. Bir yerdən bu cür sürüşdürdükdən sonra bir yerdən də düyün formasında bağlayaq. İpi alıb çıxdım və qısa ipi də alıb həmin ilməyin içindən çıxarıb möhkəmlədirəm. Nə qədər ipi dərinə möhkəmlətsəz o qədər yaxşıdır. Bu şəkildə bitdi və qalan ipi yenə buradan kəsirəm. Burada qısa iki ipimiz var idi. Bildiyiniz kimi burada biz deməli yarımçıq qaldı deyə ipim yeni ipə qoşmuşdum. Bu iplərimi də kəsirəm buradan. Və burada qalan ipləri yandırıram. Açılma olmasın deyə onları da o şəkildə yandırdıq və bitdi. Corabım hazırdır. Və üzərləri üçün digər tayını da göstərəcəm sizə. Bu şəkildə iki corabım da hazırdır. 37 razmer idi corabım bildiyiniz kimi. Deməli bu razmerə məndə bir top, bir də biraz əlavə ip getdi. Bir balaca da əlavə ipim getdi və 2 dənə də bu iplərimə biraz ip getdi. Güllərimə daha doğrusu. Bunları da bunun üzərinə istəsəniz tikiş vasitəsilə, istəsəniz kley vasitəsilə yapışdıra bilərsiniz. Videomu sona qədər izlədinizsə, siz də mənimlə birlikdə toxudunuzsa,
Videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hələlik sağ olun.